Herkese salamlar. Hər ay olduğu kimi dərinə gedək rubrikasındayıq. Yeni ay, yeni mövzu. Nəzrin, sözü sənə verim. Hamıya salamlar. Birbaşa mövzumuza keçim. Bu dəfəki mövzumuzu fikirləşirdim nə olsun, daha içmə sinir və s. O anda sən bir videoya baxırdım, tamam fərqli bir videoda. Orada gördüm ki, bir xanım, sən izləyicin yazıb ki, dərinə gedəyə mövzularından biri sevgi nədir, sevmək nədir olsun. Mən də dedim, niyə də yox? Elə bu mövzumuz da bugün olsun, sevgi nədir? Okey, olsun. Bir dənə şey demək istəyirəm başlamadan öncə. Çünki bəzən belə mesajlardan o sətr altı oxuya bilirəm. Ə, yəni istəmirəm ki, bizim istər dərinə gedə olsun, istər bütün başqa videolarım, Instagram paylaşımlarım sanki belə dünyanın ən belə ülvi həqiqəti kimi yanaşılsın istəmirəm. Bu sadəcə hal-hazırda, yəni mənim bu yaşımda bu mövzular barədə deyə biləcəklərimdir. Yəni 3 ay sonra belə indi bu dəqiqə çəkdiyimiz mövzu mənə biraz belə necə deyim, qüvvəsini itirmiş kimi gələ bilər. Çünki Hı. insan yəni böyüyürük, genişlənirik, bir şeylər anlayırıq və əlbəttə ki 3 ay sonra belə dediyim kimi mən daha ətraflı, daha dərin nəsə deyə bilərəm bu mövzuda yoxsa hər hansı mövzuda. Ona görə çünki bilirəm biraz tendensiya var insanlarda hansısa şeyi həqiqət kimi görürlərsə, sanki onu əzbərləyirlər, tutunurlar ki, elə ki cavab budur və salam. Yəni biz axı həmişə cavablar axtarırıq. Ona görə avtoritet adlandırdığımız insanın bizə verdiyi informasiyanı bir özümüzə, sualımıza tapdığımız bir cavab kimi götürürük və özümüz düşünmürük. Sanki sabahsı gün mən fikrimi belə dəyişə bilsəm bu mövzu haqqda, elə bir ki, insan çaşbaş qalır ki, və Aygün xanım belə deyirdi, indi niyə belə deyir? Başa Hı. düşdün? Bunu demək istəyirəm ki, hər mövzu haqqda sadəcə həyatın bu anında belə düşünürük, amma indi getdikcə də eyni bu mövzunu fərqli mövzularda da başqa cürə açıla bilər. Yəni bir il sonra başqa cürə açıla bilər, düzdür? Belə. Niyə də Hə, dərinləşirik. hə. Başlayaq. Başlayaq. Ə, Deməli, bu mövzunu seçəndən bəri sözün açığı, təbii ki, mən özümə dayanmadan bu sualı verirəm. Mənim üçün sevgi nədir? Ağlıma müəyyən cavablar gəlir. Sonra fikirləşirəm ki, görəsən mən özümlə dürüstəmi, həqiqətənmi belə düşünürəm, yoxsa əzbərləmişəmmi? Okay, yaxşı belə düşünürəmsə, onda bunu həyatıma tətbiq edirəmmi və s. Ona görə elə istədim birinci sualımı belə daha ingilislər demiş straight forward, daha elə bunun üzərinə gedim və sənə belə bir sual vermək istəyirəm ki, əgər sən iki yerə bölsən, özünlə işləyənə qədər olan Aygün və özündən işləməyə başlayandan daha çox inkişaf etməyə başlayandan sonra Aygün və təbii ki, klientlərlə işləyirsən. Böyük ehtimal ki, ümid edirəm ki, filtrsiz olur sessiyalarımız, hər kəs öz fikrini deyir və s. Mənə maraqlıdır iki yerə bölsəm, before and after kimi. Sənin üçün əvvəl sevginin definitionu, yəni tərifi necə deyərdin? Bəs indi necə deyərsən və bu niyə belə dəyişib? Ə, indi nədir? Gəl onun seansın sonuna saxlayaq. Çünki müzakirəmizin sonunda görək ortaya nə çıxır. Hı. Amma öncəni deyə bilərəm. Öncəki çox yəni tipik hər kəsin ə, romantik sevgi haqqında romantik anlayışı. Nə? Məsələn, Məsələn, indi gördüyün insanı için kıpırdadığı kəpənəklər, kimya, aranızdakı kimya, connection, am, və o bir insansız yaşaya bilməmək, bütün gecədən gündüz onu düşünmək, onunla az qala səhərdən axşam kimi onunla olmaq, bütünləşmək, yəni belə bir şey. Ki sonra bunu mən əlbəttə ki anlayıram ki, bu sadəcə aşiq olma prosesidir, daha çox hormonal prosesdir. Bir də ə, bütünləşmə prosesidir ki, bu heç də yaxşı bir şey deyil. Yəni burada sevgidən heç bir şey yoxdur. amma mən sevgi deyəndə ancaq qarşı cinsi, prosta side note kimi demək istəyirəm ki, ancaq qarşı cinsi nəzərdə tutmuram. Amma ümumiyyətlə valideynə, övlada, dostlarımıza, hamıya qarşı ola biləcək sevgini danışacağıq yəni bu Hə, sual. okey. Okey. Onda əslində bu sual biraz necə deyim, abstrakt səslənə bilər, amma doğrudan mən əslində bunu fikirləşirəm ki, hər bir şey bizim bir ehtiyacımızdır da. Yəni hər bir hiss, hər bir duyğu, hər bir etdiyimiz bir şeylər filan. E, İnsan nəyə görə ümumiyyətlə, biz ümumiyyətlə nəyə görə sevməyə ehtiyac duyuruq? Bu bizim hansı bir nəyə görə biz istəyirik ki, sevək, fərqi yoxdur kimi.
Yaxşı sualdır. Nəyə görə istəyirik sevək? Hmm, Məncə bizim üçün sevgi təməl baza hisslərimizdən biridir. Necə ki, o aqressiya, Hı hı. o bazadır. Və insan sevmək istəyir, yoxsa ikisini də deyim də, hə. Ə, Seviləndə məsələn, axı bizim içimizdə çox autoaqressiya var. Hı hı. Özümüzlə ilk növbədə biz məsələn sən demişkən görsən sən mənə sual verəndə mən qarşı cins nəzər tutdum, amma insanın özünə sevgisi var, anasına, vətənə, hər şeyə qarşı sevgisi var, düzdür? İnsan axı özünü belə sevə bilmir ki, o da qalsın valideynini ya da başqa oğlanı, hansısa oğlanı, düzdür? Çünki bizim özümüzə olan sevgimiz belə onun qarşısını alan autoaqressiyadır. Özümüzü ideal mənlə tanımlamaq, Hı hı. real məni sevməmək. Hı Sevgi, hı. yəni biz sevgidən danışırıqsa məncə yaxşı məqam odur ki, biz real bir şeydən danışırıq, real özümüzdən danışırıq. Çünki biz ideal məni sevə bilərik. Özümüz haqqında yarattığımız obrazı deyilərək özümü sevirəm, amma çox zaman insan ideal özünü sevir. İdeal versiyasında sevəndə insanın içində çoxlu yekəxanalıq olur, başqalarına qarşı mühakimə olur. Real özümüzü sevmək isə, o deyirsən, niyə sevgiyə ehtiyac duyuruq? Real özümüzü sevəndə biz onda həyata tutuna bilirik və həyatın mənası ortaya çıxmağa başlayır. İndi açmağa çalışacağam. Mən özümü sevmək direkt olaraq bağlıdır özümü qəbul eləməklə. Başqasını da sevmək mümkündür sadəcə, əgər mən onun real versiyasını, onda görmək istədiyim simanı və versiyanı deyil də, Hı hı. olduğu kimi görüb götürmək, qəbul etmək və sevməkdir. Məsələn, ölkədə yaşayıram Niderlandda. Mən səhərdən axşama deyinə bilərəm ki, heyf deyil İspaniya, İspaniyada günəş var, İspaniyada günəş var. Düzdür? Amma onda gərək mən Niderlanda atım köçüm İspaniya, əgər Niderlandı sevmirəmsə. Niderlandı mən sevirəmsə, Niderlandı olduğu kimi nədir? Nə bilim, bütün politik, ekonomik problemləri ilə və yaxşı tərəfləri ilə, ilk növbədə havası ilə, düzdür, yağışı ilə, hər şey ilə. Yəni mən əgər sevirəmsə, mənə o okey olmağa başlayır. Ona görə ki, yox mən öyrəşirəm. Sadəcə olaraq bu ölkənin, Hı bu hı. insanın tərəfləri budur. Ya mənə bu qəbuldur, mən bunu götürürəm və sevirəm. Hı. Ya da qəbul deyil, deyirəm sevə bilmirəm. Sən bütün reallığınla mənə uyğun deyilsən, mən sənin bütün reallığına səni qəbul edə bilmərəm, sevə bilmərəm. Və köçürəm məsələn İspaniyaya. Amma əslində bilirsən nəyi? Burada ehtiyac nədir? Yəni ki biz bir insanları məsəl üçün həyatımızda yəni sevgi bizim üçün çox önəmli bir şeydir. Də məsələn mən övladımı sevirəm. Buna tutunuram, bu sevgiyə tutunuram. İnsanlar və qadınlar var ki, övladına qarşı olan sevgi onu motivasiya edir ki, bir yerə gəlsin, çıxsın, bir şeylər eləsin, daha upgraded variantı olsun. Nəzərin baxır, sən sevgi deyəndə nəyə nəzər tutursan? Hamı nəyə nəzərdə tutur? Sevgi biz ehtiyac duyuruq çünki o adamın içini isidir. İçini Hmm. məna ilə doldurur. Başa düşürsən, bir var ki, mən təkəm, özüməm sadəcə və özümün hansı ideal versiyasını sevirəm. Bir də var ki, mən başqasını sevirəm. Başqasını ümumiyyətlə məncə sevə bilmək ə, öz təkəmmül yolunda gedə biləcəyin, bilmirəm, nə bilim, burdakı hardasa pillədir. Biz çox zaman burada oluruq. Hı hı. Elə bilirik, sevirik. Məsələn, mən çatmağa çalışıram bura belə deyək. Hələ belə ülvi sevgidən danışmıram. Yəni Rumi style ülvi sevgidən danışmıram. Adi insan sevgisindən. Burada, yəni o evolyusiyanı keçmədən biz bir insanı sevməyi seçə bilmərik. Və sevməyi seçə bilmək, indi deyə bilərik ki, məsələn, niyə istəyirik kimisə sevməyi seçməyi? Hı hı. Düzdür? Niyə buna ehtiyac duyuram? Məncə ona görə ki, çünki insan insana ehtiyac duyur. Biz tək ola bilmirik. Hı hı. Bizim başqasının bizim həyatımıza
gətirə biləcək dəyərlərdən, o sözü tapa bilmirəm, mənadan, dəyərin qatılmasına ehtiyacımız var. İnsan tək ola bilmir. Biz sosiumda yaşayırıq. Məsələn, təsəvvür et ki, sevgi yoxdur, mən təkəm. Elə biz robot kimiyik də, sən məni istifadə edirsən, mən səni istifadə edirəm. Və biz elə bil ki, avtomatik bir robot kimi yaşayırıq. Onsuz da hamı bir-birimizi bəllimə. Yaşamır onsuz da. Surviving modda insan elə yaşamır onsuz da. Bəs mən ona görə deyirəm ki, o sevgiyə gəlib çıxmaq üçün sən bəlli bir evolyusiya keçməlisən. Mhm. Hə, əks halda biz surviving modda yaşayırıq və biz bir-birimizi istifadə edirik. Burada problem yoxdur. Mən istifadə etmək pis mənada demirəm. Biz hamımız bir-birimizə ehtiyac duyuruq. Amma o sevgi hisslərlə bağlı bir şeydir. Bir var ki, mən qapalı dünyamdayam. Mənim səndən tələblərim var, sənin məndən tələblərin var. Biz də elə bilirik ki, bu sevgidir. Elə mən səni eləyirəm, sən mənə eləyirsən, düzdür? Amma sevgi, amma məsəl üçün bir dənə aramızda dava düşən kimi, mən səni dö, sən məni bilsən nə var, mən eləyəm, sən belə nəsən. Ortada heç bir sevgi yoxdur, düzdür? Amma sevgi olanda, məsələn, mən inanıram ki, biz o insanın qayğısına qalmaq istəyirik. Bizim o insana hörmətimiz olur. Biz o insanı həqiqətən necə olduğu kimi qəbul edirik və onu dəyişməyə çalışmırıq. Və biz başa düşməyə çalışırıq ki, okey, bu insan elə edir və belə edir. Bu yenə də qarşı cinsdən deyil. Məsələn, anamızdan söhbət gedə bilər ki, nə qədər insan var anasına nifrət edir. Düzdür. Məni düzgün böyütməyib, məni heç vaxt sevməyib falan filan. Amma eyni insan özü ilə işləyəndə, deyirəm də, o yuxarıya doğru, sevgiyə doğru məsəl üçün getməyə başlayanda, onda anasını o qədər gözəl anlamağa başlayır. Düzdür. Anladığına görə də anasını bir də görür ki, sevməyə başlayır. Yəni o nifrət elədiyi anasını sabahsı gün itirəndə onu hələ illərlə yasını da tuta bilər. Baxmayaraq ki, ondan qabaq məsələn 25 il nifrət eləyib anasını. Deməli, sevgi həm də biraz düşüncə tərzidir də, belə çıxır yox. Yəni məsəl üçün eyni adamdır, tutam, məsəl üçün mənim anam da məsələn. Ə, Bunu bir misal olaraq qoyuram da. Tutam ki, məsələn mən əgər ona qarşı neqativ hisslər keçirdirəmsə və eyni insan yerində tərpənmədən, dəyişmədən, heç bir şey olmadan mənim ona qarşı hisslərim dəyişirsə və mən onu sevməyə başlayıramsa eyni münasibətin içərisində, demək ki, sevgi biraz da düşüncə tərzidir, hissdən savayı. Düşüncə tərzi məncə biraz kobud səslənir sən nə mənada? Çünki bu çox dəhşət bir böyük işin nəticəsidir. Hə, Daxili dünyanı anlamağın və daxilən evolyusiya etməyin gəldiyin bir nöqtədir. Hə, orada sənin düşüncə tərzin dəyişirmi? Dəyişir. Amma sadəcə bunu düşüncə tərzi adlandırsaq, bir qurudur da, biraz hə, okey, düşüncəvi dəyiş, həyatın dəyişsin məsələn misalı olur, amma onun arxasında durulan hisslərlə, emosiyalarla, özünlə işlədiyin yəni insan o dar qutuda, qapalı qutuda yaşayanda o sevə bilmir. Mümkün deyil. Çünki o takıntılıdır özünə, öz dünyasında. Yəni qarşıdakı insanı görmür belə. Məsələn, Masumiyyət Müzəsində istəyirəm ayrı video bunu çəkəm. Orada da sevgi deyilən şeydir. Yəni Kəmalinki Füsununa sevgi deyil. Biz görmədiyimiz insanı, görmədiyimiz olduğu kimi məsələn, Kəmal Füsunu olduğu kimi görəndə, harçan ki deyirdi ki, aktrisa olmaq istəyirəm, nə olmaq istəyirəm. O saat deyirdi ki, bağla bu söhbəti, gəl elə sevək, gəl elə sevişək. Yəni real bir şey ortaya çıxandır. Biz özümüzü real olaraq birinci gərək görək, anlayaq. O sevginin sevgi mərhəmətdir. O mərhəməti hiss eləməyi öyrənsək, sadəcə ondan sonra başqasında, bəlkə şansımız var, başqasını həqiqətən biraz belə sevmək anlayışına yaxınlaşaq, məncə. wow. Bu söz, yalan deməyəcəm, bu biraz məncə insan demotivasiya edir bunları ə, Ya. eşitmək. O mənada ki, adam düşünür ki, komanda, yəni bu sevgidir, bu sevməkdir, bu Təbii ə, gəlməlidir, hə? hə? Təbii gəlməlidir. Təbii gəlməlidir, daha yüngül, pis mənada demirəm, bunda daha rahat bir formada olmalıdır. Yəni bu qədər, necə deyim, complicated olmamalıdır da, yəni bir insanı sevmək. Biraz Amma da mürəkkəbdir. Yaxşı məqama toxundun, çünki həqiqətən sevmək mürəkkəbdir. Biz çox zaman sevgini sevirəm deyəndə, sevgi deyəndə, sevgi
sevgini nəzərdə tutmuruq. Hə, ona görə mən deyirəm, maraqlıdır da. Məsəl üçün sən sevgi deyəndə nə nəzərdə tutursan, birini sevirəm deyəndə nəyi nəzərdə tutursan. Otursaq onu qassaq, maraqlı şeylər çıxacaq. İndi bu maraqlı bir sualdır. Elə mən sən istirdim əslində bu haqda öz fikrimi nə deyim. E, Mən hal-hazırda öz-özümə sual verəndə ki, mənim üçün sevgi nədir? Əslində ağlıma iki dənə şey gəldi. Birincisi əmək, Hı. ikincisi də mərhəmət, sözün açığı. Amma ona görə mən özümə sual verdim ki, görəsən mən özümlə işləyirəm, səni dinləyirəm, başqa bir neçə dinlədiyim nüanslar olur. Görəsən mən bunları əzbərləmişəmmi? Görəsən mən e, düşünürəm ki, doğru olan budur, yoxsa mən Həyatında, bunu eləyirəm. əgər həyatında bunları tətbiq etmirsənsə, hiss etmirsənsə, onda əzbərləmisən. Hmm. Əgər Özümlə əzbərlədiyinə şübhələnirsənsə, onda demək olar ki, əzbərləmisən. Çünki insan necəyəm? bilirsən necə? Əgər bu sual səndə varsa, deməli sən hələ tam anlamırsan nə hiss etdiyini, ya da o sevgini hiss eləmirsən. Hmm. Ola bilər. Elə bil ki, mən deyirəm də, mən özümdə ona dürüst olanda başa düşürəm ki, mən əzbərləmişəm əslində ki, Məncə öz bunu hiss eləyirsən ki, ona görə dilə gətirirsən. Necə elə fikirləşirəm ki, özünü tanımağa, okey, ona dürüst desəm, özünü tanımağa başlayan insan üçün sevgi bu olmalıdır və bu olmalıdır kimi başa düşdün? Yəni sanki bunu özümə götürmüşəm, amma tətbiq edirəmmi? Ə, Gedirəm, yox, hiss edirəmmi? Məsələn, insan ən yaxınlarından da, ən yaxın çevrəsindən kimdirsə də, uşağındır, yoldaşındır, ailəndir, dostundur, kolleqandır və ən yaxın kimdirsə, əgər mən o insanlara bunu hiss etmirəmsə, onda yəqin ki, hələ ki yoxdur. Sadəcə belə olmalıdır deyə özümü ikna edib davranıram. Çox qəribədir məndəki, mənim sənə cavabım budur ki, insandan insana dəyişir. Bunu göstərə bilib göstərə bilməməyim, insandan insana mənim üçün dəyişir. Məncə bizə nəyə çətinlik qəbul etmək, bayaq sən dediyin məsələyə də ki, sanki baxmayaraq ki, bizdə sevgi həqiqətən bir baza bir şeydir. Hı hı. Var. Amma eyni zamanda da sevmək çox çətindir. Çünki bizim canavarımız var. Yəni bir növ sevgini hiss eləmək, o insana qarşı olan insani sevgini hiss eləmək üçün o canavarın öhdəsindən birinci gəlmək lazımdır. Canavarı tanımaq lazımdır. Onu seçə bilməməyi öyrənmək lazımdır. Görsən nə qədər mərhələlər var. Bilirəm, Əvvəla motivə edirəm. meditasiya eləməklə sevgi ilə dolmursan. Nə qədər də təsəvvür edəsən ki, göydən səni çölə sevgi dolur, dolmur. Çünki sən bax ki, su gün sənin canavarın tətiklənəndə sən həyat yoldaşı belə öldürməyin gəlir məsələn. Hmm. Amma dildə güya ki sevirsən də. Amma gözün xoş deyil bunları görmək. Adam istəmir bu məqamları anlamaq. Xoş deyil. Çünki yəni biraz qorxuducudur fikirləşmək ki, yəni Neujeli belə də, Neujeli mən sevmirəm, başa düşdün? Necə ola bilər ki, Hə, belə bir şey? hə, bax yaxşı məqamdır. Neujeli mən sevmirəm. Bax bu nə deməkdir? Neujeli mən sevmirəm. Əgər mən sevmirəmsə onda nə? Necə bir insan? Onda mən Yəni necə deyiləm? sevmirəmsə demək ki mən ya insan deyiləm, ağlıma gələn, ya da ki buzlar kraliçasıyam. Amma insan özü haqqında bunu görmək istəmir axı ki, bu qədər. Amma bunu görməyənə qədər də sevməyi öyrənə bilmir. Ə, Mən düşünürəm ki, bütün insanların, mənim özüm də daxil olmalı, sevgi haqqında, sevgi nədir haqqında çox necə deyim, strukturlu bir fikri var da. Yəni kimdən sorsan hər kəs deyə bilər ki, mənim üçün sevgi nədir? Güclü sevgi hissi bəslədiyi bir neçə insanı deyə bilər. Ən pis halda, yəni insanın övladı varsa, ə, övladı haqqında onu qarşılıqsız sevdiyini və necə sevdiyini çox əmindir və buna əminliklə bir növ özünə görə sübut edə bilər də. Amma əgər bizim hamımızın sevgi haqqında bir fikri varsa və sən deyirsənsə ki, əslində biz hamımız sevmirik, yəni müəyyən mərhələyə gəlib çıxan qədər Hamımızda. Yəni hə, bəlli bir evolyusiya yolu keçməliyik, hə. Onda səndən soruşsam ki, insanların ən çox sevgi haqqında ə, ən böyük yanlış təsəvvürü, yəni misunderstanding nədir?
Ə, şərtsiz sevgi, şərtsiz olduğunu, şərtsiz və təmənnasız. Məncə bu. Kimsə qarşı. Hı? Necə qarşılıqsız? Yəni sən kimsə qarşılıqsız sevirsən? Qarşılıqsız yox, yəni şərtsiz. Bizə elə gəlir ki, biz kimisə şərtsiz sevə bilərik. Qarşı cinsi, yəni nəyisə anamız var, amma sevə bilmirik. Niyə övladlar, insan övladını şərtsiz sevmir ki? Bəlli bir yaşa qədər. O da hər ana deyil. Yox. Düzdür, mənim indi bu vaxtda komment Elə də verməm. analar var da, məsələn, elə bizim dövrümüzdən başlasaq da, bizim anaların dövründən. Hı hı. Yəni sən məcburdur ki, sən də ana olasan. Hı Yəni hı. analarımıza baxdıq da, nə qədər bizim qabağımıza qoyulur ki, fədakarlıq, fədakarlıq sənin üçün nələr elədim, elə. Yəni hə, sevirlər, eləyirlər, amma qarşılığında da nəsə gözləyirlər, düzdür? Yəni bizə çətindir onu da qəbul eləmək ki, biz gözləyirik nəsə. Bizim gözləntimiz var. İnsan deyirəm də, o bəlli bir səviyyəyə çatmayana qədər bir şey gözləmədən sevə bilmir. Çünki bizdə var o bəs mən, bəs mən. Amma bu normaldır da, yox? Yəni bunu hiss. Normaldır. Normaldır. Əlbəttə normaldır. Biz hamımız necə ki qarşı tərəf biz heç bir şey elə belə vermirik. Və bunu görmək istəmirik ki, biz heç bir şey elə belə vermirik, elə belə etmirik. Hər şey özümüz üçün edirik. Əgər mən edirəmsə nə üçün sənin üçün, qarşılığında səndən də heç olmasa bənzər bir şey gözləyirəm. Və gözləyirəm, 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 əgər səndən sevgi gəlməyəcəksə, mən bəlli bir müddət artıq mənim aqressiyam qalxmalı, o boğduğum, sıxdığım aqressiya qalxacaq. Və mən onu sənin üzərinə qusacağam və sevgi, səni sevirəm düşündüyüm mən harasa uçub gedəcək. Amma qarşılıq istəmədiyim, məsələn, mən düşünürəm də, indi tutam ki, həyatımda olan insan, mən görsən onlardan qarşılıq istəyirəmmi? Əslində mən elə həyatda bəzi insanlar var ki, də yaxın insanlar təbii ki, söhbət gedir. Yəni çox böyük gözləntilər içərisindəyəm də, sevgi və sairə də, yəni bu mövzularda. Axı mən fərqindəyim ki, bunun ki, mən əsl gözlənti içərisindəyəm. Sən deyirsən ki, ən böyük misunderstanding odur ki, biz qarşılıqsız sevgi istəyirik. Bilirsən, dildə biz bir şey deyirik. Bilirsən, o gözləntini də əməkdaşlıq kimi bir-birimizə verə bilərik. Hı hı. Biri də var ki, əgər mən səndən fərqində deyiləm, amma mən səndən o qarşılıq, o nədir o unconditional, nədir o söz? Şərtsiz sevgini gözləyirəm. O şərtsiz sevgi anlayışı bizim hamımızda var. Və bəzi insanlarda daha çox, bəzi insanlarda daha az. Mən əgər onun fərqində deyiləmsə, mən mütləq qarşı tərəflə, anamla, qarşıma çıxan bu insanla bütünləşməyə getmək istəyəcəm. Harda ki biz bir-birimizə bənzəyirik, biz bir-birimizə çox uyğunuq, oxşuyuruq. Oy, sənin də bundan xoşun gəlir, mən də bundan xoşum gəlir. Bir də görür ki, o iki şəxsiyyət birinə çevrilib. Bu hansı halda olur deyirsən? Şərtsiz sevgi gözləyəndə ki biz bunu hamımız bunu istəyirik və o fall in love, yəni aşiq olma da bu proses baş verir. So mən onu tapdım, o məni tapdı, vəssalam biz birik, biz elə bir-birimizi gözləyirdik. Oxşarıq dünyada elə biz bir-birimizdən başqa heç nə lazım deyil. Bir də görə eyni insanlar bir yarım il sonra bir-birlərini qırır. Çox iriyən şəkildə. O nəyə görə olur bəs? Çünki insan bütünləşəndə, eyniləşəndə şəxsiyyətlər itir, o məsafə qapanır. Hı hı. İki insan arasında mütləq məsafə olmalıdır. Mən istəyirəm bu barədə video çəkəm. Məsafə. Mən şərtsiz sevgi gözləyirəmsə, bizim aramızda məsafə asla ola bilməz. Biz birik. Sən mənsən, mən də sən. Misalı var, hə? Hı hı. Это ты, это я, и никого не надо нам. Gözün bütün dünya yox olur, sən və mən. Vəssalam, o məsafə qapandısa, Hı hı. mənim sənə qarşı olan və sənin mənə qarşı olan tələblər, uca istək deyil, heç nə deyil, tələblər də, onun uca o dərəcədə yüksək olur ki, Hı hı. anında istəyirəm, indi istəyirəm Hı hı. və sən bunları yerinə yetirə bilmirsənsə,
Əgər biz bir isə, aramızda məsafə yoxdur, mən sənin özümdən ayrı bir insan görmürəmsə, mənim sənə qarşı olan aqressiyam da çox olacaq. Mən o aqressiyanı istədiyim tərzdə qusacam sənin üstünə. Mən səni ayrı bir fərd kimi görmürəm. Sənə hörmətim yoxdur. Sən məsələn mən istədiyimsə mənim üçün oyuncağa çevirirsən, bir əşyaya çevirirsən. Və biz bunu sevgimi adlandırırıq. Sevgi adlandırırıq. Çox adam bunu sevgi adlandırır. Bəli, və əziyyət çəkdiyini düşünür sevginin içində. Halbuki sevgidə mütləq məsafə olmalıdır, mütləq. Hmm. Bəs yaxşı, tutam ki, övladla olan münasibətdə hardakı ki, müəyyən yaşa qədər məsafə qoymaq texniki mümkün olmur da. Uşaq daima böyründə olur və s. və sən də çox əminsən ki, Mən sən Nəzrin, mən fiziki məsafədən danışmıram. Mən daxili məsafədən danışıram, psixoloji məsafədən danışıram. uşaqla da psixoloji olaraq insan belə olmur ki, özəli də müəyyən yaşa qədər. Bilirsən, o məsafənin fərqində olmasaq, oluruq. Əlbəttə ki, biz uşağımızla, özəlilə qadın, Hmm. fiziki olaraq da bütün olur, qarnın içindən çıxır da biz. Yəni ilk ölüsü bir neçə ay, bir ilə yaxın biz eyforiyanın içində oluruq da, oksitosin, xoşbəxtlik, yəni həqiqətən uşaq da elə bilir ki, elə ananın bir hissəsidir. O var, o çox normal, təbii proseslərdir. Amma uşaq az sonra böyüməyə başlayır. Məsələn, üçün mənim qızım 1 yaşında tam başqa cürədir, 2 yaşında indi tam başqa cürədir. Və Mhm. məsələn, o məndən ayrılmağa başlayır, düzdür? O özüm, görürsən, o mən şey və o məsafəni yaratmağa başlayır mənim aramda. Mən o məsafədən qorxsam, o məsafəni ondan itirmək istəməsəm, o simbiozda qalmaq istəsəm o 1 yaşına qədər, mən çox fərqli davranacağam. Yox, mən əgər anlayıramsa mən bu uşağa müstəqillik verməliyəm və bu normal prosesdə onun məndən ayrılmağına tab gətirə bilirəmsə, mən tamamilə başqa cürə onu sevəcəm. Demək ki, onda bəzilərimizə görə o uşaqdan psixologik uşaq özüm deyib o məsafəni qoyanda ondan ayrılmamaq bizim üçün sevgi deməkdir. Ayrıla bilmirik onlardan. Hə, ondan qabaq ki bizə sevgi kimi gəlir, ayrılmaq isə o məsafənin yaranmağı isə sevgini itirmək kimi gəlir. Niyə? Transformasiya edir. Çünki bayaq dediyimiz kimi biz şərtsiz sevgi istəyirik. Sən mənsən, mən də sən. O bir. Bir olmaq. Biz birik. Ona görə məsafə yaranan kimi, uşaq bir yerəcə məsafə yaratmağa başlayan kimi bu tərəf qorxmağa başlayır ki, mən bunu itirirəm. Necə ki, Bax, qızla oğlan tanış olur, gecə-gündüz bir-birlərinə zəng edirlər. Gecə-gündüz bütün gün bir-birlərinə olmaq istəyirlər. Oğlan, nə bilim, 10 dəqiqə gec mesaj cavab versə, uje dəli olmağa başlayır. Necə yəni yoxdur. Yəqin uje məni sevmir. Belə absurd şeylərə gəlir çıxırıq. Amma hə, o məsafə mütləq olmalıdır uşaqla belə. Əsas da uşaqla olmalıdır, elə qarşı cinsdən uşaqla. Amma hmm. psixoloji məsafə. Əlbəttə ki, o demək deyil ki, sən uşaqla qarşı soyuyursan. Amma başa düşürsən ki, onun məsafə yaratmaq istəyi çox normaldır. Ən pik Məncə elə növbədə algılanır teenager insan. vaxtlarında. Necə? Məncə insan beynində elə algılanır ki, əgər sən ona məsafəni qoysan, bir yerdə sən ondan uzaqlaşırsan, sevgin ona azalır və insan elə məncə bir yerdə özünü də günahkar hiss eləyə bilər buna görə. Ə, bilirsən, o 2 yaşdan sonra, özəllə 3 yaşa yaxın uşağın artıq o mən varam şəxsiyyətini ortaya qoyması irəli gəlir. Bax, mən qızımda müşahidə edirəm hamısını. Yəni, o qədər güclü deyir ki, mən varam. Öz istəklərini, necə istədiyini, yəni onu nəzərə almamaq mümkün deyil. Mümkün deyil, alma bilərəm, amma mən elə yanaşma istəmirəm. O məsafənin ayrılmağı gedir. Ən pik nöqtəsi bayaq dediyim kimi teenager vaxtına, yeni yetmə dövrünə gəlir çıxır. Uşaqların Hardakı olğun idi orada. ən çətin çağı, hardakı uşaqlar vəbşə deyir ki, sən nə var, sən heç nəsən, sən vəbşə tupuysan valideyn, sən heç nə bilmirsən, mən səndən ağıllıyam. Onda valideyn vəbşə dəli olur. Düzdür? Niyə ən çətin çağ ondadır? Çünki onda maksimum ayrılırlar bizdən. Valideyn üçün övladım məni sevmir deməkdir də, artıq yox. Hər hansı valideynin üçün. Bu prosesləri anlamayan valideyn üçün çox ağırdır. Anlayanlar üçün də çox ağırdır. Mən ilk dəfə yadımdadır, Niderlanda 1-ci il köçmüşdü, 2-ci ilə yaxın idi. Səid ilk dəfə həyatında buradan bizə 40 dəqiqəlik yoldur da avtobusa oturub getmişdi özü. Və mən Instagramda da bunu paylaşmışdım. Gəlib evdə divana yapışmışdım. Bəlkə 1 saat tərpənə bilmirdim, oturub ağlayırdım. Çünki həqiqətən ilk dəfə Mhm. 11 yaşı idi, deyəsən 11 yaşındaydı. O müstəqil olaraq nəsə elədi mənsiz.
O günə qədər mən onu məktəbə aparırdım, gətirirdim. Neqativ ağlamaydı, pozitiv ağlamaydı. İkisi də. İkisi də. Bir tərəfim ağlayırdı ki, o, onun artıq mənə ehtiyacı yoxdur, artıq mən ona lazım deyiləm, də. O bir tərəfdən ağlayırdım ki, oy da müstəqil olur, artıq ilk addımlarını atır həyatda, qorxmur, gərək qorxutmayım, ev yoxdur, özü eləmək istəyir. Amma birinci gələn, heç yalan deməyəcəm, oy da artıq mənə ehtiyacı yoxdur, mən ona lazım deyiləm. Bu sənin üçün bərabərdir ki, o artıq səni sevmir, yoxsa Mənim üçün deyil, çünki mən bu prosesləri anlayıram. Amma o hissi hiss eləyirəmmi? Edirəm. İndi təsəvvür elə ki, əgər mən bunu güclü hiss edirəmsə və prosesi anlamıramsa, mən başlayacağam manipulativ şeylər eləməyə uşaqla, onu günahkar hiss elətdirməyə, ya da qəribə yollar tapmağa, harda ki, yox, 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 ya qorxudum, ya da özüm aparım, onu gətirim də, yəni qopa bilməyəcəm. hmm. Uşaq biz sevdiyimiz insanlar məsafə qura bilmirik. Məncə ən vacib nöqtə burada məqam məsafə qura bilməkdir. Bizim üçün məsafə, sevdiyimiz insanın bizə qarşı e, yaratdığı məsafə bizə elə bil ki, soyuqluq kimi gəlir, Düzdür, qədərlik kimi gəlir. düzdür. Necə sən məsəl, necə ki sən öz dünyan ola bilər, necə sən məndən ayrı birisisən, biz bir deyilik. Və Hmm. əgər o insan bizdən ayrıdırsa, bizə artıq bu prosesləri anlamırıqsa, bizə onu sevməyə çətin gəlir. Biz artıq isterika düşürük, biz elə bilik ki, o bizi sevmir. Biz onu əslində sevə bilmirik elə. Çünki biz istəyirik ki, o bizə yapışsın qalsın. Okay. Amma o zaman sən deyirsən, biz fərqi yoxdur həyat yoldaşımıza, uşağımıza, bəlkə anamıza manipulyasiya eləyirik ki, bizim istədiyimiz kimi davransın, bizdən ayrılmasın da, separasiya yaşamasın. Biz elə bil, məncə özümüz də inanırıq ki, biz bunu sevgidən eləyirik. Hə, 100%. Və bu bizə biraz da o haqq verir də, icazə verir ki, necə yəni sevgidən eləyirəm və mənim ixtiyarım var bir yerdə bunu eləmək, yox? Əlbəttə biz uşaqlarımıza qarşı, o sevdiyim dediyim uşaqlarımıza qarşı nə qədər yanlışlıqlar eləyə bilərik. Səhv davranışlar edirik. Onu dedik ki, mən sənə görə bunu edirəm. Səni sevdiyimə görə bunu edirəm. Amma etdiyi hərəkət valideynin bəzən basbaya qəddarlıq olur. Amma valideyn onu qəddarlıq kimi görmürdür ki, yox, mən sevgilə, mən səni düşünərək bunu edirəm, məsələn, deyir. Və əmindir ki, sevir uşağını, əmindir. Get sən o valideynə deyən ki, bu sevgi deyil. Oo. O dəqiqə necə bunu qəbul bir valideynə demək olar ki, bu sevgi deyil? O valideynə sadəcə demək olar, hansı ki, övladına qarşı olan münasibətini görür ki, problemləri var, bunu narahat edir. Başa düşür ki, burada nəsə yanlış bir şey baş verir. Məsələn, gəlir ya güvəndiyi bir avtoritetli bir insana, ya da terapiyaya gedir və deyir ki, mən anlamaq istəyirəm ki, mənim uşağımla niyə belədir? Və orada artıq yavaş-yavaş demək olar ki, insana, bəs sənin bu davranışın qəddarlıqdır məsələn. Sevginin içində isə qəddarlıq yoxdur. Hmm. Sevmək başqasını seçməkdir. Mən bunu çox güclü, məsələn, Rumi ilə hiss elədim. O Türklərin çox qəşəng sözü var, qıyamam. Hə. Qıya bilmir insan. Həqiqətən mən inanıram ki, insan sevdiyinə, gerçəkdən sevdiyinə qıya bilmir. O deyirlər, sevgi buraxmaqdır. Səni sevmirsə, buraxırsan, getsin sevdiyindən olsun. O məsafəni verməkdir, onu günahkar hiss elətdirməməkdir. Ona acı çəkdirməyə seçməməkdir. Qıymırsan ona. Bu sən dediyin mənə perfect ssenariyo kimi gəlir. Yəni reallıqdan sanki bir də deyim nə deməksə, sanki sənin bu dediyin içərisində fərdi insanın sanki yaşadığı real hisslər və düşüncələr elə bil ki, yoxdur onun içərisində. Ola bilər ki, çünki məsəl üçün mən buradan danışıram, sən buradan baxırsan. Mən də deyirəm ki, haqlısan. Buradan bura gəlmək lazımdır. Mən də həmişə hələ burada deyiləm də, indi bura getməyə doğru 3 ildir terapiyadadım da, az deyil, düzdür. Ona görə mən hər iki cəbhədə olmuşam. Burada da olmuşam, buradayam, bura doğru gedirəm deyə görürəm o fərqi. Məsələn, mən oğlumla başqa anaydım, qızımla başqa anayım. Çünki aramızda düz 16 il fərq var. 14 il fərq var. Mənlə, o ay gündən bu ay gün arasında. Məsələn, mən qızımla olanda artıq yetərincə çox şey anlamışdım özüm haqda, sevgi haqda, necə bir şey, yəni də daxili dünyamda və mən görürdüm ki, bir il ərzində nə qədər də əziyyət çəksəm, çox az yatırdım, zombi idim. Gecə-gündüz süd vermə, yorulmalar, baxmayaraq ki, daya günorta gəldi falan filan, çox ağır idi də dəfələrcə
gecələr olurdu ki, deyirdim ki, qutarda ölürəm, mən bu uşağı sleep training eləyəcəm. Sleep trainingdə nədir? Ya ağladırsan məsələn, qalsan 3 gecə, 3-4 gün ağlayır, sonra öyrəşir öz-özünə yatma. O qədər, yəni sən onu bunu yaşayan analar bilir də, o gecəsi olmayan, yuxusu olmayan analar məni bu dəqiqə çox gözəl anlayır. Və hər dəfə səhər oyananda onun üzünə baxanda mən başa düşürdüm ki, mən bunu edə bilmərəm. Mən sənə, deyirəm məsəl üçün emotional oluram. Onu seçirdim. Başa düşdün? Özümü seçmirdim. Və mənim üçün bu sevgidir. Hmm. Əgər sevirəmsə, onu incitməyəcəm. Mən bu körpəni, mən bu kişini, mən bu yeniyetməni incitməyəcəm. İncitməmək üçün yollar tapacağam. Başa düşdün? Bax, mənim üçün bu sevgidir. Və mən il ərzində dəfələrcə özümü seçə bilərdim. Amma seçmirdim. Bir də gözümü tərifləmirəm. Seçə bilmirdim. Gördüm ki, qıya bilmirəm. Və buna görə özümü qəhrəman hiss eləmirdim. Əsla. O da var. Hə, O o nüans da var. Hə, nüans. özünü Özümü nə fədakar hiss eləyirdim, nə də qəhrəman. Sadəcə başa düşürəm ki, qıya bilmirəm də. Yəni mən sevirəm bunu. Yəni okey, səni seçirəm. İndi dəfələrcə bir də görsən Rumi qışqırır, ağlayır, inansan beynim qaynayır da o emoji var ya, beyin qaynamaq. Məndə də məsəl üçün ya premenstrual sindrom falan filan oturam belə baxıram. Hərdən içimdən bir cınqırıq çıxmaq gəlir də ki, bəsdir, ağlama. Belə ona qədər sayıram, nəfəs alıram, verirəm. Onu da görürəm ki, oh my God, yenə onu seçirəm. Çünki var. itmək istəmirəm. Demirəm idealam, demirəm hər dəfə məndə bu alınır. Amma ucu məndə deyirəm o fabrika nastroykaları var, fabrika ayarları biraz dəyişib. Də çox işləyirəm bunun belə olması üçün. Çünki təbii olaraq hamı kimi belə burdayam. Avtomatik olanda fərqində olmayanda, şuurlu yanaşmayanda darab yenə düşürəm bura. Başa düşdün? Uzun oldu cavab. Bax, bayaqlar qəşəng bir şey dedim, fədakarlıq hiss etmirəm. Əslində mənə bu da çox maraqlıdır. Özəlliklə də Azərbaycanlıyıq da, indi hamımız bunu Azərbaycanlara çəkirik. Yəni bizim societimizdə də, yəni millətimizdə belə fədakarlıq bərabərdir sevgiyə. Fərqi yoxdur ailəyə, uşağa, həyat yoldaşına, dostlarına. Bizim üçün özümüzü fədakar hiss etmək sanki sevgi deməkdir də. Amma sən deyirsən ki, mən buna görə yəni fədakar hiss etmək pisdirmi? Yəni Yanlış. pisdir deyən yox, biz fədakarlıq edəndə biz özümüzü qurban vermiş kimi hiss edirik. Əgər mən səni özümü qurban kimi vermiş kimi sayıramsa, Mhm. siyahısı var. Mən onun hamısını səndən gözləyirəm. Aa. Hı. Fərqi yoxdur, sən mən uşağımsan, həyat yoldaşım. Biz heç bir şeyi elə belə etmirik. Əgər fərqində olmasaq. Bir də var ki, mən başa düşsəm ki, mən bunu sənin üçün yox, özüm üçün edirəm. Hə? Mən məsəl üçün uşağımı incitmirəm, amma bunu özüm üçün də edirəm. Çünki onda özümü yaxşı anla hiss edirəm. Hmm. Kimi hiss eləmirəm. Yəni onda mənim siyahım tutulmur. Yəni mən onu sadəcə onun üçün deyil, özüm üçün də edirəm bunu. Amma fədakarlıq 100%. Orada siyahı var belə bənd-bənd hər şey yazılıb, bənd-bənd və bir gün onun hamısı açılacaq belə belə. İndi davay sən. Hə. Borclusun. Amma sənə bir söz soruşum. Məsələn, realistik baxsaq, sən deyirsən ki, qarşılıq gözləmədən də, yəni əsl sevgi. Məsələn ki, sən indi tutam, əgər öz həyat yoldaşına sevgi verirsənsə, ondan bunun qarşılığını gözləmirsən. Gözləyirəm əlbəttə ki. Gözləyirəm. Demək ki, sənin də bir növ listin var da, yox? Yox. Sən deyəcəm. Fərqini bir dəqiqə indi deyəcəm. Mən yoldaşım üçün nəsə eləyəndə, mən özümü fəda vermiş kimi hiss etmirəm. Bu bir əməkdaşlıqdır. Biz iki ayrı fərdik, hansı ki qərar verib bir-birimizlə yaşamaq və bir-birimizi sevməyə qərar vermişik. Və bunun üçün əmək veririk. Yəni bura daxildir qəddar olmamaq, ə, mərhəmət göstərmək, bir-birimizin seçimlərinə hörmət eləmək, bir-birlərinin şəxsiyyətinə görmək, olduğu kimi görmək. Demirəm, ideal deyilik. Biz də yəni yavaş-yavaş yaşadıkca öyrənirik. Amma bunlar bura daxildir və biz başa düşürük ki, biz qarşılıqlı istəklə bir-birimiz üçün bunu edirik.
Amma elə yox ki, sən heç nə eləmirsən, ay Nəzrin. Mən sənin üçün elə eləyirəm, elə eləyirəm, elə eləyirəm. Özümü bu orada elə bil həyatımı sənə fəda etmiş kimi hiss edirəm. Burada fədakarlıqdır. Bir də var ki, iki tərəf qarşılıqlı bunu edir. Və orada fədakarlıq yoxdur. Seçimdir, şuurlu seçimdir. Bir-birimizlə yaşamağı seçiriksə, bir-birimizi sevməyi öyrənməyi, Hmm. bir-birimizi incitməmək. Yəni əgər mən kiminləsə bərabərəmsə, onu sevirəm deyirəm, amma onu incidirəm, o sevgi deyil. Deyil. Mənə elə gəlir başqa bir nüans da var, harda ki biz sevgini mənim öz təcrübəmə əsasən səhv salırıq. O da ideallaşdırmadır. Məsələn, biz həyatımızda fərqi yoxdur əslində, bu ki qarşı cins olmaya da bilər. Kimisə ideallaşdırırıq həyatımızda Hı. və e, Və o insan sanki bizim üçün müəyyən bir nöqtədə olur. Və onunla dostluqmu, ailəmi, bəlkə də sevgimi, münasibəti quranda özümüzü müəyyən cürə hiss edirik və sanki bunu sevgi adlandırırıq və özümüzü, hər şeyimizi, varlığımızı az qala bu yolda verməyə hazır oluruq və bu bizə sanki çox böyük bir sevgi kimi gəlir. Bu, Ben Füsun üçün elədiyi kimi. hə. Masum məsələsində. Bunu məsələn, əgər bir insan terapiyaya getmirsə, Hı hı. ilə məşğul olmursa, bir insan necə anlaya bilər ki, qabağındakı insanı ideallaşdırıb yoxsa onu sevir? Bu çox istəmək kimi də ola bilər ha, yəni. Adətən asıllığın dərəcəsindən biz ideallaşdırdığımız insandan asılı hiss edirik özümüzü. Sanki onun varlığından onsuz yaşaya bilmirmiş kimi hiss edirik. O bizim üçün özümüzdən önəmli bir şeyə çevrilir. Baxmayaraq ki, ideallaşdıranda biz o insanda gördüyümüz ideal özümüzü sevirik, o insanı yox. Project eləyirik öz idealımızı, ideal məni onda. Bu qadından qadına qarşı da ola bilər və lezbiyan sevgi kimi deyil, rəfiqələrin arasında olur, məsələn, tanışların arasında kimsə project eləyir və özünün ideal formasını o insanda görür. Hı. Və sanki o insan mənim idoluma çevirir. Mən də az qala onu qibtə eləyirəm. Onsuz artıq yaşaya bilmirəmmiş kimi gəlir. Onun həyatımdan getməsi mənim üçün ölümcül bir tragediya kimi gəlir. Amma bu o qədər sevgi kimi də səslənir ki, bəlkə indi sən deyəndə daha aydın başa düşmək olur ha fərqini. Amma insan özü bir və belə qıraqdan baxırsan buna, qıraqdan analiz edirsən, fərqini görsən. Bir də var ki, içəridən özün bunu yaşayanda, mənim şəxsi təcrübəmə əsasən, mənə gəlir ki, çox çətindir bunu. İlkin əvvəllərdə elə olur, Nəzrin. Aşiq, əgər qarşı cinsdən söhbət gedirsə, aşiq olma prosesi eynən elə yaşanır. Yox, elə hamı ola bilər. Sən demiş rəfiqə ola bilər, bir qadın ola bilər ki, sən məsələn idealındır və s. də. Yəni bunu çox insan əmin ola bilər ki, Aşiq olma kimidir də. Əgər mən idealıma aşiq oluram. Aşiq olma prosesində biz bir-birimizin ideal versiyasını sevirik. Orada real biz yoxuq. Niyə bir-birinə çox güclü aşiq olan insanlar yarım ildən sonra falan filan başlayırlar artıq real özləri bir əşi cəhətlər ortaya çıxanda artıq bir-birinə qarşı pretenziya başlayır, soyunma başlayır, davalar başlayır, sən dəyişmisən başlayır. O hamısı real şeyin ortaya çıxmağına qarşıdır və biz çox qarşı gəlirik real bizim versiyamızın ortasına çıxmağa. Həm özümüzü ideal aparırıq, istəyirik qarşımızdakı da elə ideal aparmağa davam eləsin ki, biz bu ideal illüziyanı yaşaya bilək. Və orada gedir bütünləşmə prosesi bayaq danışdığımız kimi. Sevgidən heç bir şey yoxdur. Çünki əgər mən səni ideal versiyada sevirəmsə, sən mən ideal versiyada sevirsən, biz sənin iki kuklayıq. Bizim real proseslərimizi hamısını bastırırıq, 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 sonra partlayır çıxır. Sonra dalaşırıq, o partlayıb çıxanda da həm səndən partlayır çıxır, həm məndən partlayır çıxır. O bizim yeganə elə bil ki, bir alanımıza çevrilir, fürsətimizə çevrilir gerçək olmağa. Ona görə o davalar bəzən ehtiyaca çevrilir o bütünləşmiş olan münasibətlərdə. Çünki sadəcə o zaman bir-birlərinə həqiqətən nə hiss etdiklərini deyə bilirlər.
Real ola bilirlər bütün emosiyalarla. Əks halda sən ideal, mən ideal, bastırdıq, bastırdıq, bastırdıq. Mən səni pretenziya edə bilmərəm, sən mənə pretenziya edə bilmərsən. Axı biz idealıq, biz bir-birimizi sevirik, şərtsiz sevirik. Sən mənə yox deyə bilmərsən, mən sənə yox deyə bilmərəm. Sən xoşu gəlmədiklərini deyə bilərsən, bizim aramızda axı məsafə yoxdur, biz birik, bizdə hər şey belə. Amma insan ayrı olanda onların hamısını edə bilir. Və məncə aşiq olmadan sevgiyə keçmək prosesi yenə də bax qayıdırıq seansın əvvəlinə. O məsafənin yaranmağıdır. O insan yavaş-yavaş məsafəni yaradır, aşiq olma prosesi, hormonlar yatışır. O biz bir-birimizdən ayrı olanda birdən bir ki, belə baxıram, görmürəm də sadəcə bir özümü görürəm. Bir də var ki, mən uzaqlaşıram, uzaqlaşıram, bu başqa cürəymiş ki. Məsafədən baxmağa başlayıram sənə. Və bu artıq mənə xoşuma gəlmir. Xoşum gəlmədiyi şeyləri görürəm orada. Çünki özümdə də o xoşum gəlmədiyi şeyləri görmək istəmirəm. Nə səndə, nə özümdə. O məsafə yaranandan sonra sevgi itməyə başlayır. Aşiq olmaq tamamilə itməyə başlayır. Və orada seçim yaranır ki, görüm mən bu insanı sevə bilərəm yoxsa yox. Bilirsən, bir dənə fikirləşirəm. Elə bil ki, özümdən yenə gələrək düşünürəm ki, elə bir sevgi deyəndə insanın ağlına biraz toz pəmbə, ideal bir şey, sevgi bərabər ideal bir şey gəlir deyə. Məncə insan düşünür ki, əgər mən və yaxud da ki, qabağımdakı ideal deyilsə, mən onu necə sevə bilərəm, əgər sevgi ideal bir şeydirsə. Yəni çirkli bir şeyi, mənə görə səhv olan bir şeyi, mənə görə yanlış olan bir şeyi mən necə sevə bilərəm ki? Nəzirən, o gün necə sözlər işlədirsən? Səhv və çirkli. Sən bu dəqiqə deyirsən ki, bizim bütün o özümüzün xoşu gəlmədiyi o qaranlıq tərəflər, yəni biz insan varlıq olaraq sən bunu çirkli adlandırırsan. Əgər mən özümə qarşı belə yanaşıramsa, mən heç vaxt Hmm. nə uşağımı sevə bilməyəcəm, nə qarşı gerçək mənada sevə bilməyəcəm. Çünki əlbəttə ki, çirki necə sevəsən. Ona görə bayaq dediyim kimi mənə vacib olacaq ki, sən də ideal qal, mən də ideal qalım. Amma o da mümkün deyil. Axı 4-5 ildən sonra maksimum qusmağa gəlir insan bir-birindən. O məsafə olmasa, o fərdilik olmasa. Başa düşdün? Tez başa bilərəm səndən. Sən bayaqlar dedin ki, o ancaq insan dava eləyəndə gerçək hisslərini qoya bilər ortaya. Bayaq belə bir şey dedin. Yəni onda belə çıxır hamı bir məsələn də hamı bir-birinə nifrət eləyir və yaxud da ki, hamı bir-birinə qarşı neqativ hisslər bəsləyir və gerçək olan budur və sən dava eləyəndə fərq yoxdur da kimlə bu hisslərin çıxır ortaya və bu real olan hisslərindir. Düz başa düşdüm mən? Əgər sən bütünləşmədəsən, hə. Əgər sən bütünləşmədə deyilsən və sənin aranda məsafə varsa, sən onda ə, əməkdaşlıqdasan. Belə, əməkdaşlıq nədir? Əl sıxışmada, bax görsən məsafə var. Mhm. Belə deyil. Mhm. Nədir? Əgər bizim məsafəmiz varsa, biz iki fərdik. Əgər mən iki fərdəmsə, mən klientlərimə də həmişə bunu deyirəm ki, istədiyini deyə bilərsən, düşündüyünü deyə bilərsən. Hə? Bu sadəcə mən seansım deyil, biz ikimiz burada işləyirik, ikimiz də varıq. Əgər biz ikimiz də varıqsa, bu avtomatik olaraq o deməkdir ki, bizim ikimizin də şəxsiyyətimizə, hisslərimizə haqqımız var. Mən sənə deyə bilərəm və sən mənə deyə bilərsən. Bütünləşmədə bu yoxdur. Biz bir-birimizə heç nə deyə bilmərik, çünki biz bu ideallığı qorumalıyıq. Ona görə bizə lazımdır ki, o dalaşma olsun, belə dolsun, 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 partlasın. Orada hə, nəhayət ki, mən içimi boşalda bilərəm ortaya. Əks halda yox, sonra da qayıdırıq yenə eyni. Sanki Və heç- yenə olduğumuz. hə. Amma məsafə olanda biz gündəlik həyatda çox deyəndə hörmətli tərzdə bir-birimizə deyə bilirik ki, mənim bu xoşuma gəlmir. Bütünləşmədə biz deyə bilmirik mənim bu xoşuma gəlmir. Necə mənim bu xoşuma gəlmir? Deməli bu çirklidir, nə dedin? Səhvdir, çirklidir, gözəldir. Ay sağ ol. Amma mən özümə insan kimi baxmağı öyrənəndə, mən bütün bu kanal, bütün mənim bu etdiklərim, özümün terapiyası nə üçündür də, özünü tanımaq nə üçündür? Çünki bu sadəcə özünü tanısan, keçən həftə video çıxdı da, özünü sevə bilərsən, başqa cürə mümkün deyil. Mən tanımadığım insanı sevə bilmərəm. Mən sadəcə gərək tanıyım o nədən ibarətdir. Onu da mən tanıya bilərəm əgər öz daxili dünyamı tanısam, başqa cürə mümkün deyil. Özümdə qəbul edeyim rahat olduğum prosesləri, mən başqasında da qəbul edə bilərəm. Və onda o proseslər olsa belə onlar mənim üçün çirkli gəlmir. Səhv gəlmir. Və mən onu sevə bilirəm.
Əgər çirkli və səhv gəlirsə, deməli mən öz ideal versiyamı sevirəm, əvvəldə dediyim kimi. Real versiyamı yox. Real versiya mənə çirkli gəlir. Onu mən rədd edirəm. Deməli özümdən xəbərim yoxdur. Okay. Bir sual da vermək istəyirəm sənə. Məsələn, bir var ki, bizim həyatımızda avtomatik olan insanlar. Məsələn, qohumlarımız, valideynlərimiz, hansı ki biz bu ailəyə doğuluruq Hı. və bu ailədə sevgi anlayışı qazanırıq, başa düşürük ki, sevgi nədir, anlayırıq ki, insan anasını, atasını sevər, bacısını, qardaşını sevər. Bir də məncə yəqin ki, uşağı da qatmaq olar ki, uşaq da yəni sorğusuz, sualsız sevdiyimiz bir insandır. Bir də var seçdiyimiz insanlar. Hı hı. Məsələn, dostlarımız, məsələn, həyat yoldaşımız ya da məsəl üçün ailədən hansısa bir üzv ola bilər, amma o ilə artıq şəxsən bir yerdə qurduğun münasibət, radikal içki qohumu olduğun üçün yox və s. Belə bölsəm ki, yəni həyatımızda sorğusuz, sualsız olan sevgilər və bizim özümüzün seçdiyimiz sevgilər. Bunların arasında yəni fərq nədir? İnsan məsələn, valideynini sevəndə oturub bunu analiz eləmir, bunu düşünmür. Mən anamı sevimmi? Məncə o seçdiyimiz insanları da sevəndə mən düşünmürük. Məncə çox az insan düşünür ki, görürsən mən bunu niyə sevirəm. Sadəcə emosiyalar məsəl üçün qalxır, hormonlar qalxır ya hansısa oxşarlıq. Əgər dostdan məsəl üçün söhbət gedirsə, biz o dostu sevirik, çünki biz oxşuyuruq. Zövqlərimiz eynidir, eyni yerlər xoşumuza gəlir, eyni ölkələr, eyni falan filan. Ə, O ortaq nöqtələrdən çox zaman danışırıq. Amma o insan məndən bir xeyli fərqlidirsə, çox az insan özündən çox fərqli olan birisini sevə bilər. Çünki onun fərqlilikləri bizə yanlış bir şey kimi gəlir. Sanki mənimki kimi deyilsə, deməli mən heç uyğun olmaya bilər. Halbuki biz həmişə oxşarlıq axtarırıq. Necə sevinirik bizə oxşar, bənzər, bizim xəssiyyətdə olan birini tapanda. Ay, daha asan gəlir. Amma bir insan fərqli olanda, fərqli düşüncəyə sahib olanda, fərqli danışıq tərzinə, fərqli dünya görüşünə, o bizə elə bil ki, həm təhlükə kimi gəlir, həm yad bir şey kimi gəlir. Yadı da elə bil ki, sevə bilmirsən asan. Amma Hə, belə daha asan gəlir. amma bu normal bir şeydir də. Yəni mən düşünürəm ki, e, yəni mən məsəl üçün bir şey mənə yad deyilsə, mən onu illər ərzində build eləmək nədir? Qurmuşam da, yəni bunu düşünmüşəm, bunun bir evolyusiyasını keçmişəm. Bunu safe bir şeyə çevrilib də bu mənim üçün. İndi məsəl üçün ə, mənə yad olan bir düşüncənin gəlməyini niyə də sevim ki? Maraqlı sualdır. Niyə sevməyəsən ki? Niyə sevim ki? Sənin üçün yad olan düşüncə nə hansı anlayışa gəlir? Yad olan düşüncə, yad gələn sənə insan. Yad olan düşüncə, yəni mənim doğrularıma və maraqlarıma uymayan düşüncədir də. Yes. Doğrularıma, əsas doğrularıma. Hmm. Elə bil ki, sən özünü, biz özümüzü o yaşadığımız dar qutuda saxlamaq üçün hər şey etməyə hazırıq. Çünki fərqli bir şey gələndə biz məcburən o divarları gərək genişləndirək. Başqa düşüncə də var. Başqa nəsə var. Başqa tip var. Başa düşürsən? Və o bizə sanki tez bunu çıxardım elə öz dünyamda qalım. Mənə bənzərlərlə. Çünki başqa insanların düşüncələri, varlığı bizdən məsafəli olanda fərdlərin bir ki bizim bütün dünya görüşümüzə, özümüz haqqında anlayışımıza təhlükədir. Mənə yad olanı niyə sevim ki? Maraqlı sual. Hmm. Mənə yad olanı, mənə tanış gəlməyəni niyə anlamağa çalışım ki? Elə hazır var da asan belə mənə oxşarı götürüm ondan bütünləşim. O ideal olsun, mən ideal olum. Biz bir-birimizə sadəcə ə, xoşladığımız tərəfləri göstərək, həftədə 3 dəfə görüşək və salam. Amma real ola bilməyək. Ə, Amma bir şey də səndən soruşmaq istəyirəm ki, məsəl üçün o real olanda belə, sən deyirsən ki, məsələn müəyyən müddətdən sonra münasibət partlayır və s. ideal olanda da ə, elə olur ki, bəzən bir insana həm nifrət eləyə bilir,
Amma eyni zamanda onu sevir. İdeallaşdırma olanda elə olur. İdeallaşdırma varsa, bütünləşmə varsa elə olur. Sevgidə əgər iki insan arasında məsafə varsa və bu münasibətdə iki fərd varsa, orada yəni və hər iki tərəf özündən işləyirsə, daxili dünyanı heç olmasa biraz anlamağa çalışırsa, orada nifrət olmur, qəzəb ola bilər. Hə, Bir olsun. bir-birinə hirslən. Yox, nifrətlə qəzəb fərqli şeydir. Razıyam. Çox fərqli şeydir. Qəzəb insanda ola bilər. Gündəlik həyatda adi şeylərə görə biz bir-birimizə qəzəblənə bilərik və onu çox normal tərzdə də ifadə edə bilərik. Məsələn, mən yoldaşıma deyə bilərəm ki, bu dəhşət qıcığam, dəhşət hirsliyəm, yəni dəymə mənə. Və bu normaldır bizim üçün. O da mənə bunu deyə bilər. Ya da mən onun üzündən görürəm ki, hirslidir, gedirəm, okey, yarım saat vaxt verirəm məsələn. Amma onu mən sıxıb mən eləmirəm ki, yox. Ona deyirsən ki, sevgi və nifrət eyni anda, eyni insanda toplana bilməz. Yəni bir insana qarşı. Əgər sevirsənsə, sevməyə çalışırsansa, məncə yox. От любви к ненависти один шаг ideallaşdırmadadır. Sevgidən nifrətə bir addım. Hmm. görə məncə biz özümüzə qarşı gah güya sevirik, özümüzə ideal versiyamızı tanımlayanda, özümü sevirəm, özümü sevirəm. Sonra real özümüzdən bir şey görən kimi nifrət oyanır, alta aqressiya oyanır, özümüzü məhv eləməyimiz gəlir. Görürsən? Hmm. Yəni sevgi, gah sevirik, Onda gah sevgi deyil. ha? Onda amma bir dənə ona əsaslanıb məsəl üçün mən deyə bilərəm ki, mən özümü sevmirəm. Əgər özümün ideal versiyasını sevirəmsə və özümə qarşı güclü autoaqressiyam var, özümü hər səhvə görə özümü cəzalandırıramsa, yeyirəmsə, özümdən qorxuramsa, özümü çirkli sayıramsa, onda özümü sevmirəm. Yox. Fikri highlightıdır bu sessiyanın. Yox, onda yox. Əlbəttə ki, sevmirəm. Və məncə çox insan deyəndə ki, hətta bəzən suallar da yazılır da, məsələn Instagramda nəsə. Hə mən özümü çox sevirəm, çox sevirəm, amma sonra o ammadan sonra gələnlərə məsəl üçün baxanda insan həyatında özü ilə, başqaları ilə olan münasibəti baxanda artıq mən bu da işləmişəm, yəni başa düşürəm də, anında tuturam da. Orada özünə sevgidən söhbət gedə bilməz. Mən keçən dəqiqə video baxdın sən o öz sevgi haqqında. Bax orada hə, bax orada çox detallı paylaşmışam. Nə empatiya, nə sevgi, nə özümüzə, başqalarına qarşı əsla və əsla yarana bilməz. Biz daxili proseslərimizi anlamayana qədər, özümüzü anlamayana qədər. Mümkün deyil. Özəlliklə məsəl üçün mən yeniyetmə oğluma baxanda da orada münasibətlər çox mürəkkəbləşməyə başlayır. Mən özümdə o prosesləri görməyənə qədər mən çox çaxnaşırdım, çox hirslənirdim ona. Mhm. Əsəbləşirəm. Amma məsəl üçün özümdəki o şeyləri görəndən sonra daha çox anlayış yaranır və daha çox sevgi yaranır. Sevginin çıxmasına icazə olur. Baxırsan ki, bu şeyləri eləyir, amma sən onu yenə də sevirsən. Bir dənə söz də soruşum sənə. O sevginin çıxmasına icazə deyirsən. Onun üçün də elə bil ki, insanın içində bir kasa olmalıdır. Elə bir emosional bir məncə sevgini bayıra çıxartmaq belə böyük bir emosional güc tələb eləyir. Ya Hə, mən sevgini hiss edirsənsə belə onu bayıra çıxartmaq biraz çətin bir şeydir. sevgini bizi çox vulnerable, bizi çox vulnerable nədir? Savunmasız eləyir. Hmm. Onun çox çətindir. İnsan özünü zəif hiss edir, savunmasız hiss edir. Başqasına sevgisini göstərəndə. Niyə elə hiss eləyirik ki? Məncə çünki biz insan özünü idealla tanımlayanda, daha çox canavarı ilə yaşayanda, onda özünü sanki ona heç sevgi lazım da deyilmiş kimi hiss eləyir. Orada deyəcəm indi, orada insan hissləri o qədər qapalıdır. Demək deyil, ha, yoxdur. Amma o qədər qapalıdır. İnsan özünü sanki çox güclü hiss eləyir. Ona görə hissiz deyən empatiya qura bilmir, asanlıqla mühakimə eləyir, asanlıqla sağa sola insanları da beynində cəzalandıra bilər, özünü də cəzalandıra bilər. Yəni orada sevginin ifadəsinin üçün heç bir nə yer qalır, nə də məna, məqsəd, heç bir o yoxdur orada.
Əgər mən özümü idealla tanımlayıramsa. Amma mən özümü real özümlə tanımlamağa başlayanda mən görürəm ki, mənim nə boyda daxili dünyam var və nə qədər hisslərim var orada. Hı. Və o hissləri ifadə etmək həmişə bizi reallıqda, gerçəklikdə kim olduğumuzu ələ verir bir növ. Əgər mən hisslərim varsa, artıq məni kimsə incidə bilər, kimsə o hisslərə toxuna bilər, kimsə onlardan istifadə edə bilər. Ona görə niyə çətindir etiraf eləmək birisinə ki, mən səni sevirəm? Niyə çətindir demək mən səni sevirəm? Hmm. İnsan orada elə bil ki, o O ideal an. tacını itirir. İdeal tacını itirir. Hardakı o şey fazla mənə heç kim lazım deyil. Mənə heç kim lazım deyil. Bizə çətindir qəbul etmək ki, bizim başqasına ehtiyacımız var. O sevgi də birinə ehtiyac. Bizim başqası ilə bərabər olmağa ehtiyacımız var. Onun sevgisinə ehtiyacımız var. Bir də məncə əgər biz deyirsə ki, mən səni sevirəm, fərqi yoxdur da yenə kimə. Mənə elə gəlir ki, biraz biz elə bil ki, bizim idarəmizi o insanın əlinə veririk. Yəni sən məni bundan sonra ağlada da bilərsən, güldürə də bilərsən, məni müəyyən cürə hiss etdirə də bilərsən. Bu artıq sənin əlindədir. Mən sənə bunu verirəm. Aa, Məncə burada əsas odur ki, bayaq dediyim kimi, mən özümü ideal özümü tanımlayanda, mən özümə belə etiraf elə bilmirəm ki, mənim bu oğlana ehtiyacım var. Hmm. Adlı elə bil ki, etiraf eləmək o qürurumuzu az qala sındırır ki, mənim ondan ehtiyacım var. Həyati ehtiyacım var ona qarşı. Onun sevgisinə, qayğısına ehtiyacım var. Fikir ver, elbək insan ölçüsündə kiçilir bax. Bir o ki, sən lazım deyil, mən özümə yetərəm falan filan. Bir də var ki, mənim sənə ehtiyacım var. Sən mənə lazımsan. Bunu deyəndə nə hiss eləyirsən? Hmm. Bilsən necə hiss edirəm? Bəs bəlkə qəribə comparison olacaq, amma müqayisə olacaq. O məsələn görmüsən də yəqin bayırda belə cərəyanlar olur, belə toklar. Hmm. Onların ağzını bağlayırlar ki, oradan cərəyan buraxmasın da, bağlı olsun o ki, təhlükəsiz olsun insanlar üçün. Amma məsəl üçün biz Vyetnamda olanda orada bütün şnurların ağzı açıq idi və cız cız belə bu çox təhlükəli bir şeydir də. Yəni əlində isə yanar. Elə bil ki, ona etiraf eləmək, elə bil ki, o şnurların ağzını açıq açıq saxlamaq kimi gəlir mənə. Bilmirəm izah eləyə biləcəksən. Təhlükə kimidir. Bizim canavarımıza o təhlükədir. Bizim ideallığımıza təhlükədir. Çünki bir var ki, mən heç kimə ehtiyacım yoxdur. Bir də var ki, mənim bu insana ehtiyacım var. Görsən mən necə real oluram, elbə kiçilirəm. Bir var ki, mən bir kraliçəm, taxta oturmuşam. Bir də var ki, mən real adi insanım, hansının ki başqasına ehtiyacı var. Və bu bizi zəif hiss elətdirir. Və bizə elə gəlməyə başlayır ki, hə, biz o insanın ə, əlinin içindəyik bu dəqiqə. Və əgər qarşımızdakı bunu başa düşmürsə, sevginin dəyərini, qədrini bilmirsə, o əlbəttə ki, bundan istifadə edə bilər 100%. Amma qədrini, dəyərini bilən yox, əksinə məsələn tutacaq, qoruyacaq, o şəcəcək ki, əlinə necə bir nemət keçib və əgər o qadına qarşı oxşar bir şey hiss eləyirsə, onu götürüb hə böyütmək, 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 nə bilim fərqli formalara salıb həyatın sonuna qədər də aparmaq olur, mən inanıram. Amma onu, yəni yenə də mürəkkəbdir, çox çətindir. Gəl, son 1-2 dəqiqəmiz. Elə son sualımı verim sənə. Ə, ə, Bir dənə mənə çox bir səndən maraqlıdır. Məsələn, səndən mən şəxsən çox eşitmişəm də, yəni ki, sevgiyə əmək vermək lazımdır. Hətta bunun haqqında detallı fikirləri məncə mən səndən eşitmişəm ki, yəni sevgiyə necə formada bir əmək vermək lazımdır. Həm şəxsən danışanda, həm videolara falan baxanda. Ə, Elə bir ki, bir də var ki, məsəl üçün bir sevgi var ortada. Fərqi yoxdur bu anaya qarşı da ola bilər. Yenə dediyim kimi həyat yoldaşına qarşı. Hətta məncə bir yerdə məncə övlada qarşı da ola bilər ki, bir sevgi var və müəyyən bir formada sən hiss edirsən ki, sən bu insanı sevirsən. Amma sonra bu sevgi yavaş-yavaş deqradasiyaya uğramağa başlayır. Yəni yavaş-yavaş bu sevgi azalır. Hı -hı. Əslində bəlkə də heç bir
dəqiq əldə tutacaq bir şey də deyə bilməzsən ki, məsəl üçün buna görə, buna görə, buna görə, amma bu sevgi azalır. Bu nə ilə əlaqədar olan bir şeydir? Sevgi də orada əmək göstərmirsə, bu deməkdir ki, bu deqradasiyaya uğrayacaq. Ə, Biz həyatda qalma modunda olanda, rejimində olanda biz alışdığımız təkərlərdən gedirik. Alışdığımız reyslərin üzərindən gedirik. Yəni avtopilotda yaşayırıq da, canavarımızla yaşayırıq. Və hə, sevgiyə əmək vermək mənim üçün ilk növbədə o deməkdir ki, şuurlu olmaq. Aramızdakı məsafəni bilmək, onu ayrı bir fərd kimi bilmək, onu hissləri və canlı varlıq bir olduğunu unutmamaq. Bunu unutmamaq mənə kömək eləyir ona həm nə özümdən unutmamaq, buradan gözə nə qədər şuurlu qalmaq lazımdır ki, bunları yadda saxlayaraq o insana qarşı davranmaq. Nə bilim onu incitməmək, daha mərhəmətli seçimlər eləmək. Mən bunu beynimdə tutmasam, şuurlu qalmasam, avtomatik olaraq biz canavarla davranırıq. Canavarda da sevgi yoxdur. Canavarda biz hər şeyə görə savaşırıq da. O yaxşıdır, yoxsa mən? O düzgündür, yoxsa mən? O çox qazandı, yoxsa mən? O daha üstündür, yoxsa mən? Yəni bir evdə həyat yoldaşımızla biz elə fərqində olmadan elə yaşaya bilirik. Qapışa bilirik, qoç-qoçlaşa bilirik. Və iki insan heç bunun fərqində olmaya bilər. Və orada hə, orada sevgi yoxdur. Qabaqlar məsəl üçün evlənəndə nə bilim aşiq olma falan falan var idisə də indi isə görürsən ki, bu insanlar bütün günü qoç-qoçdular. Özləri də başa düşmürlər niyə. Hə, orada şuurlu olaraq seçməsən uşağına qarşı da. Eynən elə uşağına da qarşı seçməsən, o bütün o canavardan olan bütün hamısı daxili bizim o çirkli proseslərimiz qalxır və bir də baxırsan ki, uyda uşağını da sevmirsən. Ola bilər hə bu. Ola Ki bilər. ölsə sevmirsən. Əlbəttə ola bilər. Hmm. Bu məsəl üçün bir rəfiqə ilə də ola bilər. Və məsəl üçün mənim də özümlə şəxsi belə bir Deyirəm təcrübə. tam sevmir. Demirəm tam sevmir. Amma o tərəfinə düşəndə oradan çıxaraq sevmir, hə. Dalaşır. Dalaşır da uşaqla yəni o adi misal verim də nə qədər olur ki, insan valideyn uşağı ilə güc savaşı edir. Özəlliklə də o deyirəm də o yeniyetmə yaşında. Məsələn, Səid də böyüyəndə mən görürəm, ay Allah, mən aslında güc eləmək istəyirəm bundan da. Yəni sən məni əzəcəksən, yoxsa mənə elə gəlirdi ki, o öz gücü ilə, öz istəkləri ilə, öz belə hərəkətlərinə məni əzməyə çalışır kimi olan vaxtlarım olub. Sonra mən onda ayılmışam ki, okey, bu dəqiqə nə baş verir? Mən bu dəqiqə nə edirəm? Bu uşaqdır. Başa düşürsən? Ondan sonra hə, onları anlamağa çalışırsan, oturursan özünlə işləyirsən, başa düşürsən ki, yox, belə bir şey baş vermir. Amma sənin canavarın coşur axı. Elə bilirsən ki, o sənə elə Sultan Süleymanı götürsə, neçə övladını öldürdü bilə düşünəndə ki, o taxtını şey eləmək istədi, onu aldı. Yəni görürsən canavardan. Amma o sevmirdi mi uşaqlarını? İstəmirdi, istəyirdi. Amma Amma demək istəmirdi. fərqində olmadan biz canavara düşürük. Hmm. Əgər fərqində olmasaq. Ən son, okey? Ən son. Ə, bir dənə də bir insanlara ümid işığı olmaq üçün özüm daxil olmaqla bir sual vermək istəyirəm. Elə bu sualımı ona görə axıra saxlamışdım. Hər birimizin həyatında böyük ehtimal ki, istər ana ilə olsun, həyat yoldaşı ilə olsun, hansısa bir bizə əziz olan bir dostla olsun ki, aramızda müəyyən bir anlaşılmazlıqlar, müəyyən kobudluqlar, müəyyən istənilməyən məqamlar olub. Hansı ki, böyük ehtimal ki, özümüzlə dürüst olsaq, peşmançılıq hissi keçirdə bilərik ki, kəşki belə olmayaydı və s. Və elə bu suamdakı kimi bu canavar savaşı da gətirib bir yerdə sevgisizliyə və ya da sevginin deqradasiyasına, get-gedə azalmasına gətirib çıxardır və ya çıxarda bilir. Amma bu sevgini geri qaytarmağın bir yolu varmı? Yoxsa Va, pişmanlıq yarar. Ə, Baxır indi əlbəttə ki, situasiyadan situasiya fərqlidir. Məncə insan əgər başqa hansısa sadaldığını hər hansı bir insanın, sən qonşun belə ola bilər də, onunla bəlkə hansısa yaxşı münasibətin var idi. Onun sənin üçün dəyəri varsa, aranızda olan münasibətin heç olmasa cüzi dəyəri varsa, sən özünlə işləsən, bir xeyli müddət özünlə işləsən. Məsələn, məndə olub ki, bir Chicagoda yaşayanda bir qonşumla sözümüz üst-üstə düşmədi. Bəli bir situasiya var idi və mən onda özümü çox haqlı sayırdım. Amma onu çox sevirdim. Oradan da sevgidən keçdim heç nəyə, yəni dalaşdıq belə. Onda mən həqiqətən düşünürdüm ki, mən haqlıyam, mən düz deyirəm. İndi, yəni
5 il sonra mən o qadını görsəm, mən həqiqətən ondan üzr istəyəcəm. Yəni mən istəyərəm ondan danışım deyim ki, yəni yanlış idim. Çünki mən o qadının xətrini çox istəyirdim. Hələ də məsələn o mənim beynimdə ilişib qadın Türk xanım idi, Sərpil abla. İlişib qalıb çünki yaxşı qadın idi. Yəni dəyərli bir insandı. Dostluğumuz da xoşum gəlirdi. Amma mən o indi başa düşürəm. Mənə 5 il tələb olundu özümlə işləyəndən falan sonra ki, yox, mən yanlış hərəkət elədim orada. Yanlış danışdım, yanlış analiz elədim. Başa düşdün? Emosiyalara uydum, yanlış analiz elədim. O vaxt başım çıxmırdı indi bütün anladığım şeylərdən. Və indi məsəl üçün, indi mənim həyatımda yoxdur, artıq görüşəcək, görüşməyəcək o heç. Amma həyatımda eyni şəhərdə, yəni qəlbini yenidən qazanmaq istədiyim insan varsa, mən inanıram ki, bu mümkündür. Amma əlbəttə ki, sadəcə məndən asılı olan bir şey deyil. Bəzi insanlar var ki, elə onlara səbəb lazımdır. Məsəl üçün kimisə yanlışlığını, o zlopamitness nədir? O beynində bir nə bilim bıçaq kimi bir sənə qarşı istifadə etmək üçün öz haqlı olduğunu belə qidalandırmaq üçün istifadə etdiyi bir şeydir. Sən ona nə edirsən et, nə cür səmimi olursan davran, yəni sənlə səmimi olmaya bilər. Eyni zamanda da baxır sənin səhvin dərəcəsinə var. Bəzən çox qəlb qırırıq, bəzən o qədər beldən aşağı vura bilirik ki, qarşı insan okey deyə bilər ki, okey anlayıram, yəni şeydir, amma mən səninlə artıq dost ola bilmərəm, istəmirəm, bunu aşa bilməyəcəm. Fərqli situasiyalar ola bilər. Amma ən azından heç olmasa insan özü başa düşür ki, özü üçün deyə bilər ki, mən əlimdən gələni elədim, əgər önəmlidirsə, öz insanlığı üçün. Belə. Yəni çox mürəkkəb mövzudur. Məncə bunu hələ çox danışacağıq da. Yəni Hə, sevgi mövzusu elədir ki, görürsən nə qədər mövzu qatılır bir-birinin içinə. Ə, Bu gün yəni deyə biləcəyim bu qədərdir ikimizin də. Yavaş-yavaş bir il sonra, 2 il sonra görə bu mövzu necə açılacaq, amma çətin mövzudur. çətindir. Onsuz da heç bir Yəni, saat sıxışdırılmayacaq bir mövzudur bu. hmm. Belə. Onda biz sağollaşaq və gələn ay yenidən görüşərik. Hələlik. Sağ ol.